soruşun. Şəhriyar ortalığı dağıdırdı. Qrija ona görə yarandı. Cəmaatı vururdu, döyürdü, psixologiyası yerində deyildi. Mən getdim Rəbiyə dedim ki, aşkım, Əsad məni çağırıb, mən eşitməmişəm. Ebiyo, ana yoxdur, mən buradayım, mən gedib yuyaram. İndiyə kimi də belə bir şey eləməmişdim açığı. Amma yəni onların o ehtiyacları olduğu anları, onları göz önündə bulundursaq, mən inanmıram ki, o uşaqların anası dursun desin ki, mənim ərimin yanında başqa qadın var. O uşaqların anası bir dəqiqə cənnətdən baxıb deyir ki, mənim uşaqlarım mənim yoxluğumu hiss eləmirlər. Ağlaya-ağlaya gözləri yolda qalmır ki, mənim balaca bacımın nəyəsə ehtiyacı oldu, heç kəs gəlib yet çıxmadı. Heç kəs o qaldı, orada kömək eləyən olmadı. Anam olsaydı bunu eləyərdi. Anam olsaydı bizim başımıza bu gəlməzdi. Anam olsaydı biz bunun yoxluğunu hiss eləməzdik. Yəni, mən inanmıram ki, həqiqətən övladlarını sevən, ona dəyər verən. Elə analar var ki, bax şahidəm, Allaha and olsun, siz də şahid olarsınız qohum əqrəbələrinizdən. Yoldaşı ilə dava eləyəndə, küs olanda gözü heç nəyi görmür. Nə uşaqları görür, nə ana görür, nə ata görür. Hər şeydən soyur, gedir, girir otağa, çıxmır günlərlə, saatlarla. Bir xəbəri olmur, uşağı yemək yedi, uşağı su lazım oldu. Əsnadın boyu çatmır, krantı açsın, özünə su götürsün. Heç nədən xəbərləri olmur. Elə qadınlar bəli fikirləşərlər ki, mən yoxam, ərim getdi başqasının yanına. Amma bunların anası kimi qeyrət uşağına canı yanan insanlar heç vaxt fikirləşməzlər ki, mənim ərim misal üçün çox üzr istəyir, kiminsə yanında oturdu bugün, kiminsə əlinə əli dəydi bugün, lənətləyirəm səni buradan o dünyaya. Xeyr. Başa düşürsünüz? Düzdür, mən ana deyiləm. Mən əvvəl deyirdim, mən sevəcəyim qələt eləyər məndən sonra kimlənsə evlənər, qələt eləyər məndən sonra kiməsə baxar. Xeyr, Allah eləməmiş deyirəm. Mənə belə bir şey olsaydı, valla mən 3 balamın dərdinə yanardım. Mənim vecimə də olmazdı ki, mənim yoldaşım. Əgər mənim yoldaşım mənim uşaqlarıma gül kimi baxan bir qadını gətirib qoyubsa mənim evimə, mən əksinə ona minnətdar olardım ki, mən olmayandan sonra gedib uşaqları ənələrinin üstünə atıb, küçə-küçə o qadın sənin, bu qadın mənim, o bar sənin, bu klub mənim, eşq acısı içə-içə çəkmir. Uşaqlarımın yanındadır və uşaqlarımın yanına elə bir qadın qoyub ki, mənim uşaqlarımın nə qarnı ac qalmır, nə pastelləri çirkli deyil, nə paltarları çirkli deyil, nə arzuları varsa, nə xəyalları varsa, hamısını gerçəkləşdirən bir xanım var onların yanında. Talış, çox sağ ol. Mən inanmıram hansısa həqiqi bir ana dursun fikirləşsin ki, mənim uşaqlarım qalsın, ebiyo anasız böyüsünlər. Yanlarında qadın olması da olar. Amma mənim ərimin təki yanında heç kəs olmasın. İnanmıram. Həqiqi ana bunu heç vaxt fikirləşməz. Və mən o qadını az da olsa tanıyıramsa, Cake Boutique, sevgi, çox sağ olun hədiyyələrə görə. İnanmıram ki, o tərəfdən baxsın. Yəni, belə bir şey fikirləşsin. O ucuz və övladlarını görməzdən gəlib, ancaq ərinə yapışan qadın tipləri var. Ancaq onlara məxsus ola bilər. Qostruh, çox sağ ol. Mən Şəhriyarla evli deyiləm hal-hazırda. SS təşəkkürlər. Əgər asan xidmətdə işləyən varsa, sizin üçün sistemə girmək çətin bir şey deyil. Baxa bilərsiniz zaksının olub olmadığına.